Salam uşaqlar. Bugün baxacağımız bölmə çoxluqların ilk bölməsi, yəni çoxluqların birləşməsi, kəsişməsi və fərqidir. Gəlin birinci sualdan başlayaq. Deməli bizə verib ki, n bərabərdir. Gördüyünüz kimi 1-dən 7-yə qədər olan ədədlər 1, 2, 3, 4, 5, 6, 7. N çoxluğu isə bərabərdir 6, 7, 8, 9, 10, 11 və bizdən bu çoxluqların kəsişməsini istəyir. Kəsişmə o demək idi ki, hər iki çoxluqda iştirak edən eyni elementlər. Baxın, hər iki çoxluqda iştirak edən elementlər 6 və 7-dir görürəm ki, ona görə bu çoxluqların kəsişməsi olacaq 6 və 7. Keçirəm növbəti ikinci sualıma. İkinci sualda deyir ki, m çoxluğu 72 ədədinin deməli bölənləri çoxluğudur. 72-nin bölənləri, yəni hansılardır? 1, 2, 3, 4 və s. sonuncu isə 72. Aha. Variantlarda görün mənə nə verib. Deyir ki, A bəndində 16 daxildir M-ə, yəni 16 72-nin bölənidir. Görək düzdürmü? 72 16-ya bölünür. Xeyr, bu yanlış variantdır. Doğru deyil. B bəndindən baxıram. Deyir 24 daxil deyil. Bu daxil deyil. M deməkdir. Yəni daxil deyil o deməkdir ki, 24 72-nin bölənləri içərisində yoxdur. Xeyr var. 24 72-ni tam bölünür. Düzdürmü? C-yə baxırıq. 36 daxil deyil M-ə. Deyir ki, 36 72-nin böləni deyil. Xeyr, 72 36-ya tam bölünür. Bu da səhvdir. D bəndindən baxıram. 18 daxildir M-ə. Bəli, 18 72-nin tam bölənidir. Doğrudur. Ona görə də biz D variantını cavab olaraq seçəcəyik. Üçüncü sualımızda deyir ki, deməli A çoxluğu 15-in natural bölənləri çoxluğu. 15-in natural bölənlərini yazsaq hansılardır? 1, 3, 5, 15 bölənləri. B isə ondan kiçik sadə ədədlər. Ondan kiçik sadə ədədlər 2, 3, 5, 7-dir və bizdən A və B çoxluğunun kəsişməsini istəyir. Kəsişmə dedik ki, hər ikisində olanlardır. Görürsünüz 3 hər ikisində var, bir də 5 hər ikisində var. Ona görə də bu çoxluğun kəsişməsi olacaq 3, 5, yəni C variantı. Sonra növbəti sualımıza baxırıq. Dördüncü sualda eynidir deyə keçirəm. Baxaq 7-dən kiçik mürəkkəb ədədlər. Yazaq 4-ü. 4 deyir ki, A çoxluğu 7-dən kiçik mürəkkəb ədədlər. 7-dən kiçik mürəkkəb ədədlər hansıdır? 4 və 6-dır. Bilirsiniz ki, ilk mürəkkəb ədəd 4-dür. B-də isə 7-dən kiçik cüt natural ədədlər 2, 4, 6. Bizə deyir ki, A və B-nin birləşməsini tapın. Gördüyünüz kimi A və B birləşməsi B-ni verəcək. Çünki A B-nin içərisindədir. Baxın 4, 4, 6, 6. Yəni A tamamilə B-nin içərisində yerləşir. Onda ad çoxluğudur. Yəni A B-nin ad çoxluğudur. Ad çoxluğu da birləşmə deyəndə böyük, kəsişmə deyəndə kiçik götürəcək. Ona görə də bu çoxluqların birləşməsi 2, 4, 6, yəni B çoxluğunu verir. Burada da olur cavabımız Y variantı. 5-ci sualın izahına baxırıq. Bizə 5-ci sualda A mənfi sonsuzluqdan mənfi 7-yə, B isə 4-dən müsbət sonsuzluğa arası verir. Üzr istəyirəm, burada gördüm ki, mənfi 7 qapalıdır. Bir dəqiqə düzəldək. Qapalı nə deməkdir? Yəni, bu mötərizənin mənası nədir? Yəni, mənfi 7-ni də alır. Amma bu aralıq. Deməli, yumru mötərizəmizin mənası isə interval olan. Deyir ki, 4-dən müsbət sonsuzluğa, yəni 4 yox, 4-dən böyük. O artıq daxil deyil 4 ora deməkdir. Bizə deyir ki, A ilə B-nin birləşməsinə daxil olmayan elementlərin cəmi, daxil olmayan uşaqlar. Gəlin əvvəlcə biz onların birləşməsini tapaq. Təbii ki, bu aralıqda birləşmə, kəsişmə sualını tapmaq üçün ən yaxşı biz nədən istifadə edəcəyik? İntervaldan. Mən burada interval çəkəcəm. Baxın, mənfi sonsuzluq bilirsiniz ki, sol tərəfdə, müsbət sonsuzluq sağ tərəfdir. Mənfi sonsuzluqdan mənfi 7-yə olsun. Gəlin bunu rəngləyək qırmızı ilə. Bu bizim olsun A çoxluğumuz. Mənfi sonsuzluqdan mənfi 7-yə gedər. Mənfi 7-ni də içərisini qaralayacağım. Çünki bu mötərizə olduğuna görə, yəni mənfi 7-ni də alır. Növbəti, deməli, baxıram. Olsun, bu da 4-dən. Bura mənfi 7 yazaq. 4-dən 4-ün içi boşdur, müsbət sonsuzluğa. Onu da belə ştrixləyirik. 4-dən müsbət sonsuzluğa.
keçdik. İndi bizim birləşməmiz uşaqlar. Birləşmə nə deməkdir? Nə görürsənsə onun hamısı birləşmədir. Yəni birləşdirməlisən gördüyün şeylər. Deməli birləşmə mənfi sonsuzluqdan -7-yə 4-dən müsbət sonsuzluq olacaq. Düzdür? Yaxşı, sizə sual verirəm. Birləşməyə daxil olmayan hissə hansıdır? Birləşməyə daxil olmayan hissə buradır da. Yəni bu hissə birləşmədə iştirak etmir. Deməli mənə ora lazımdır. Çünki deyir birləşməyə daxil olmayan. Yəni -7-ni götürəcəm. Xeyr, çünki -7 birləşməyə aid idi. Birləşməyə daxil olmayan artıq -7-dən baxın belə -7-dən 4 daxil olmaq olacaq. Çünki burada 4 boşdur. O birləşməyə daxil deyildi. -7-dən -4 olan ədədlər yazdıq. -6, -5, -4, -3, -2, -1, 0, 1, 2, 3, 4. Bizdən bunların cəmini istəyir. Bilirsiniz, əks ədədlərin cəmi -1, 1, -2, 2, -3, 3, -4, 4, 0 eləyəcək. O da qaldı 0. -6, -5, 0 da cəmimiz eləyəcək -11. Yəni D variantıdır o bizim misalımızın cavabı. Növbəti sualımız eynidir. Keçirəm ona görə. Yazırıq deməli 7-ci sualı. 7-ci sualda bizə verib M çoxluğu A, B, C, 1 və N çoxluğu A, C, 1, 2 və P çoxluğu A, 1. Deyir bu çoxluqların üçün M kəsişmə N ilə P-nin birləşməsini tapın. N ilə P-nin birləşməsi burada gördüyünüz hamısıdır. Yəni A, C, 1, 2. Çünki A1 onsuz da bunun içərisində idi. Ona görə bunların birləşməsi ilə N-i verəcək. Tapdıq. Yəni bu N-i verdi. İndi bizdən M ilə N-in kəsişməsini istəyir. M ilə N-in kəsişməsinə də baxsaq, uşaqlar M ilə N-in kəsişməsi A hər ikisində var. Yazıram. Hər ikisində A var. Sonra hər ikisində C var. Görürsünüz, hər ikisində 1 var. Deməli oldu cavabımız AC1, yəni A variantı. Növbəti sualımıza keçirəm. Növbəti sualımız artıq şəkil olan sualdır. Üzərində izah edəcəm. Baxın diqqətlə. Burada baxın, şəkil olan hissələri həll etmək üçün ayrı-ayrı tapacaq. Bax, birinci, bax bu hissəyə baxıram. Birinci bu rənglənmiş hissə hansı çoxluğa aiddir? Həm A-ya, həm B-yə. Yəni bu A ilə B-nin nə idi? Kəsişməsi. Sonra digər hissəyə baxıram. Baxıram ki, bu hissə hara aiddir? Həm B çoxluğuna aiddir, görürsünüz ki, həm də C çoxluğuna. Deməli, bu da B ilə C-nin kəsişməsidir. Sonda isə mən bu aldığım cavabları mütləq nə etməliyəm? Birləşdirməliyəm. Yəni A ilə B-nin kəsişməsi birləşmə B ilə C-nin kəsişməsi. 9-cu suala baxacağam. 9-cu sualda deməli baxıram ki, baxın bu rəngli hissə B-yə də aiddir, C-yə də aiddir. Amma ümumiyyətlə heç A rənglənmir, görürsünüz. B-yə, C-yə aid olan, yəni hər ikisinə aid olan hissə onların kəsişməsidir. Deməli, B ilə C-nin kəsişməsindən nəyi kəsib çıxarıb ümumiyyətlə rənglənməyib A-nın? Ümumiyyətlə rənglənmədiyi hissə A-dır. O da, deməli, baxaq bizim variantlarda. Yəni, cavabımız B olacaq. Gördüyüm kimi, deməli, B variantıdır burada. Keçirəm növbəti tərəfə. Deyək ki, tam yaza bilək bunları. 10-cu sualımıza keçirəm. 10-cu sualda, baxın, üçün yerləşdirək bura. 10-cu sual yenə şəkildir. Görürük ki, burada A rənglənib. Baxın, A rənglənib. Amma B ümumiyyətlə rənglənməyib. Baxın, bu B-dir. B ümumiyyətlə rənglənməyib. Nə də C rənglənməyib. Deməli, A-dan B ilə C-ni çıxardıb bütövlükdə. Yəni, A-nın fərqi B ilə C-nin birləşməsi tam çıxarıb. Baxın, B ilə C-nin hamısını çıxarıb. B ilə C-nin rənglənməyib deyə birləşməsini çıxarıb. Baxırıq, o da bizdə hansı variantdadır? B variantındadır. Digər 11-ci şəkildə baxıram ki, A rənglənib. Amma bir dənə hissə var ki, burada görürəm, o rənglənməyib. O hansı hissədir? Baxın, rənglənmə hissəm, baxın, budur. Bu nədir? Bax, bu hissə nədir? Bu B ilə C-nin kəsişməsidir. Deməli, A-nı kəsiblər.
A-nın fərqi B ilə C-nin kəsişməsindən. B ilə C-nin kəsişməsindən o boş hissəni oradan çıxardıb, yerdə qalan A-nın hamısını neyniyib, rəngləyib. Bu da görürük ki, hansı variantdadır? B variantındadır. Növbəti 12-ci suala baxıram. 12-ci sualda yenə görürəm ki, B rənglənib, amma A ümumiyyətlə, baxın, A ümumiyyətlə rənglənməyib. C ümumiyyətlə rənglənməyib. Deməli, A ilə C-nin birləşməsi rənglənməyib. B-dən kəsmişik. A ilə C-nin birləşməsini. Həmişə birinci rəngli hissə yazılır. Görürsünüz, B rəngli hissə, amma hansı hissəsi rənglənməyib? Hansını çıxartmışıq oradan? Fərq o deməkdir. Çıxart, kəs, qalan hissəni rənglə. A ilə C-nin birləşməsini çıxardıb rəngləmişik. O da baxırıq ki, hansı bənddədir bizdə? İ variantında. Növbəti deməli sualımıza keçək. Bura. Baxırıq 13-cü suala. Baxıram ki, baxın, bu hissə B rənglənib, amma A da rənglənib də. Çünki B A-nın ad çoxluğudur. Düzdürmü? Deməli, A ilə B-nin kəsişməsi rənglidir. Hər ikisinin ortaq hissəsi rənglənib. A ilə B-nin kəsişməsi rənglidir, amma C ümumiyyətlə rənglənməyib. C-yə baxın, ümumiyyətlə rənglənməyib. Yəni, rənglənməyən hissəni də buradan eləyirik, təbii ki, çıxardırıq. A ilə B-nin kəsişməsinin C-dən fərqli hissəsi, yəni bu da oldu B variantı. Digər hissəyə baxıram. Baxıram, rəngli hissə həm B-yə aiddir, həm baxın A-ya aiddir uşaqlar, həm C-yə aiddir. Deməli, bu elə A, B, C-nin nə idi? Kəsişməsidir. Baxırıq, A, B, C-nin kəsişməsi hansı variantdadır? 14-də D variantındadır. Keçirik növbəti sualımıza. Növbəti sualımız yenə şəkil olan məsələmizdir. Baxırıq, burada ikisinə baxaq. Deməli, baxın uşaqlar. Birinci növbədə baxıram ki, burada, bax, bu şəkli tapacağım. Baxıram ki, A-nın müəyyən hissəsi rənglənib, C-nin də eyni hissəsi, ortaq olan hissəsi rənglənib. Yəni, bura nədir? A ilə C-nin kəsişməsi. Bu hissəyə baxıram. Bu hissə nədir? Həm B, həm C. B ilə C-nin kəsişməsidir. Bu hissə nədir? Həm D-nin kəsişməsi, həm də C-nin kəsişməsi. Aldığım cavabları sonda nə etməliydim? Birləşdirməliydim. Yəni, belə olmalıydı. A ilə C-nin kəsişməsi, birləşmə. B ilə C-nin kəsişməsi, birləşmə. D ilə C-nin kəsişməsi. Elə bilin ki, hamısında kəsişmə C var. Bax, belə cavab yoxdur. Deməli, burada ortaqlıq kimi çıxarıb. Yəni, kəsişmə C-ni atırıq kənara. Yerdə qalır A, birləşmə. Baxın, A, birləşmə B, birləşmə C. A, birləşmə B, birləşmə C-nin, üzr istəyirəm, D-nin C ilə kəsişməsi. Burada D qalmışdı da. Da baxaq, hansı variantdadır uşaqlar? A, birləşmə B, birləşmə D, kəsişmə C, Y variantındadır. Y variantını seçirik. Növbəti sualımızda da yenə görürük ki, rəngli hissə həm A çoxluğuna aiddir, baxın, həm A-ya aiddir, həm B-yə aiddir, həm C-yə aiddir, düzdürmü? Deməli, hər birinə aiddir. Ona görə də A, B, C-nin nə idi? Kəsişməsi. A, kəsişmə B, kəsişmə C. O da hansı variantdadır? D variantındadır. Keçirəm 17. Buradan yazacağım artıq həllini. 17-ci sualda bizə A ilə -3-dən 4-ə qədər olan tam ədədlər çoxluğu, B ilə 3-dən 9 aralığında olan tam ədədlər çoxluğu işarə edilib. A-nın B-dən fərqini tapın. Deməli, uşaqlar, baxın, belə baxa bilərik əslində. -3-dən 4-ə A-dır. 3-dən çox qaralayıram, görürsünüz, 4-də qaraladım. 9-a qədər isə B-dir. İndi gəlin baxaq. A burada da düzdür. A-nın B-dən fərqli olan hissəsi B-də bu hissədir. A-nın B-dən fərqli olan hissəsi bura qalacaq. Düzdürmü? Yəni, hara? -3-dən 3-ə qədər. Amma 3-ü götürməyəcəm, çünki 3 artıq B-yə aiddir. İndi uşaqlar, burada yerləşən ədədlərin cəmini istəyir bizdən. Yəni, -2, -1, 0, 1 və 2. Bunların da cəmi nəyə bərabər oldu? 0-a. Yəni, cavabımız oldu Y bəndi. Növbəti sualımız
18 eynidir 19, 20. Onlar da eynidir, birinə baxırıq. Deyir, A çoxluğu ilə x kvadratı çıxılsın 6x üstəgəl 8 bərabərdir 0 tənliyinin kökləri. Bilirik ki, Viet teoreminə əsasən həll edə bilərik. Viet teoremi çevrilmiş kvadrat tənliyi idi. Yəni, A-sı 1-ə bərabər olan tənliyə tətbiq etmək olur. Buna görə kökləri cəmi bərabər idi. X-in əmsalının əksi. Kökləri hasili isə bərabər idi sərbəst hədd. Bu da hansı ədədlərdir düşünürsünüz? Toplayanda 6, vuranda 8. Təbii ki, hansı ədədlər olacaq? 2 və 4. Yəni, A çoxluğu ilə bu tənliyin köklərini qeyd elədim. Bəli. B çoxluğu isə 5-dən kiçik cüt natural ədədlər. 5-dən kiçik cüt natural ədədlər isə hansılardır? 2, 4. Baxıram ki, mən A çoxluğumla B çoxluğum bərabər alındı. Yəni, cavabımız oldu Y-bənd. Növbəti sualımıza baxırıq 21. 21-də də yenə görürsünüz uşaqlar. Birinci şəkil A ilə B-nin kəsişməsidir. Birləşmə ikinci şəkil isə B ilə C-nin kəsişməsidir. O da baxarıq variantlarda hansı bənddədir? C variantındadır. Asandır artıq onları işləmək. Keçirəm 22-ci suala. 22-ci sualda bizə deyir ki, A çoxluğun bütün elementləri sadə ədədlər olan ad çoxluqların sayını tapın. Yəni, çoxluğunun bütün elementləri sadə ədədlər olan. Yaxşı, əvvəlcə siz buradan sadə ədədləri seçməsiniz. Gəlin görək, hansılarda sadə ədədlər? 2, 3, 5, 7. Düzdürmü? Bu ədədlərdən ibarət ad çoxluqların sayı 2 üstü n çıx 1-dir. Niyə 2 üstü n çıx 1? Çünki biz 2 üstü n tapsaq, orada onun içərisində bir dənə boş çoxluq var. Boş çoxluğun içində sadə ədəd yerləşmir axı. Ona görə də sizə hansısa bir şərt qoysa, sadə ədədlərdən ibarət mürəkkəblər, ədədlərdən ibarət ad çoxluqların sayı, nə bilim 5-ə bölünən ədədlərdən ibarət ad çoxluğun sayı, tək ədədlərdən ibarət ad çoxluqların sayı. Burada mütləq yenə eləməlisiniz, 1 çıxmalısınız. Yəni o demək deyil ki, boş olmayan deyəndə 1 çıxırıq. Yəni bu şərtlərdə də mütləq 1 çıxmalıyıq. 2 üstü 4 çıx 1, bu da elədir. 4-ü hardan tapdım? Baxın 4 dənə. 4 dənə sadə ədədim var, buraya yazıram. Çıx 1, o da elədi. 16-dan da 1 çıxdır, 15. Cavabımız oldu C variantı. Keçirəm 23-də eynidir. Mürəkkəb ədədlərdən ibarət ad çoxluqların sayı yenə 2 üstü n çıx 1 kimi tapacaq. Aha, baxıram 24-cü sualımıza. Son burada çəkək. Baxın, bura ştrixlənib, bir də bura ştrixlənib. Uşaqlar, bura A-dır, bura B-dir, bura C-dir. Baxıram, bu hissə. Həm A-da var, həm C-də var. Yəni, A ilə C-nin kəsişməsidir. Bu hissə həm B-də var, həm C-də var. Düzdür? C-də də var. O da B ilə C-nin kəsişməsidir. Sonda isə bu cavabları nə etməliyəm? Təbii ki, birləşdirməliyəm. Burada da görürsünüz, belə variant yoxdursa, deməli, ortaq çıxarıb. Yəni, A ilə B-nin birləşməsindən əslində nəyin kəsişməsi alınıb? C-nin kəsişməsi. Bu birləşmə kəsişməyə aiddir, ortaq kimi çıxartmaq. Bu da oldu A variantı. 24-cü sualımız 25 eynidir. 26-ya baxırıq. 26-cı sualda bizə verib A-nın B-dən fərqi bərabərdir 3, 7, 11, 17. A-nın C-dən fərqi 3, 5, 7, 17, 20. Deyir, A-nın fərqi B ilə C-nin kəsişməsindən. Gəlin bunu diaqramdan çəkək. A olsun, B olsun, C olsun. A-nın B-dən və A-nın C-dən ortaq olan fərqli elementləri var. Fikir verin, hansılardır? Nə B-də var, nə C-də var da, yalnız A-da var. Onlar hansıdır? Baxın 3. Çünki həm A-nın B-dən fərqidir, həm A-nın C-dən fərqidir. Sonra baxın 7. Həm A-nın B-dən fərqidir, həm A-nın C-dən fərqidir. Sonra baxın 17. Onda bunları mən sırf burada yazmalıyam. 3, 7, 17. Gördünüz? A-nın B-dən fərqində 11 qaldı. 11-i bura yaza bilmərəm. Çünki artıq o B-yə daxil olacaq. Ona görə də uşaqlar, mən 11-i təbii ki, bura yazıram. Düzdürmü? Sonra keçirəm, baxıram. A-nın C-dən fərqi. A-nın C-dən fərqi
A'nın C'dən fərqi nə deməkdir? A'da olsun, C'də olmasın. 3, 7, 17'ni yazdım. İndi 5, 20 qaldı. 5, 20'yi mən bura yazsam və ya bura yazsam, baxın bu ikisinə yazsam C'də olacaq. Ona görə mən bura yazmalıyam. 5, 20. Yəni 5, 20 artıq görürsünüz C'də yoxdur da fakt. Doğrudurmu? Tamamlandı. İndi yoxlayıram görək düzmü yazdıq. A'nın B'dən fərqi. A'nın B'dən fərqi. 3, 7, 11, 17. Bəli, görürsünüz şəkildə. Bax, bunlar A'nın B'dən fərqidir, B'də yoxdur. Sonra baxıram, A'nın C'dən fərqində də bunlar iştirak eləməlidir. 3, 7, 17, 5, 20 düzdür. Aha. İndi sual olaraq bizə belə bir sual verib. Deyir ki, A'nın fərqi B ilə C'nin kəsməsi. B ilə C'nin kəsməsini uşaqlara rəngləyəcəm. Bura B ilə C'nin kəsməsi idi. A'nın fərqi B ilə C'nin kəsməsi ilə gördüyünüz bütün rəqəmlərdir burada. Yəni 3, 7, ilə buradan yazım da 3, 7, 17, 5, 20, 11. Yəni 6 dənədir sayı. Bu da oldu A variantı. Keçirəm növbəti 27-28-ci indi birini yazmağa, 27-ci suala. Bizə deyir ki, A çoxluğu 1-dən 9-a qədər ibarət ədədlərdir. Hamısı. Elementləri yalnız tək ədədlərdən ibarət olan ad çoxluqların sayı. Tək ədədlərdən ibarət sayırsız uşaqlar. Təklər hansıdır bunun içində? 1, 3, 5, 7, 9. 5 dənədir. Deməli, ad çoxluqların sayı 2 üstəyin çıx 1 olacaq. Çünki yenə şərt qoyur. Deyir, tək ədədlərdən ibarət ad çoxluqların sayı. Ona görə 2 üstü 5. 5 nədir? Tək ədədlərin sayıdır yazdım bura. Çıxılsın 1-dəki. Biri boşdur, onu çıxmalıyıq. 32-dən də 1-i çıxdıq, elədi 31. 29-cu sualımıza keçirəm. 29-cu sualımız uyğunluqdur. Gördüyümüz kimi, gəlin bunun şəklin üzərində baxaq. Deməli, uyğunluqda, baxın, A'nın B'dən fərqi. A'nın B'dən fərqi nədir ki? Burada, bax, A'nın B'dən fərqi. B'nin hamısını çıxardıram. Baxın, nə qalır yerdə? İndi burada yazacağım. Nə qalır yerdə? A'nın B'dən fərqində. A'nın B'dən fərqində qalır 5, sırayla yazıram. 6, 7, 12. Düzdürmü? O da bizdə birincidə 5, 6, 7, 12. Görürsünüz, birincidə B bəndi var. B getdi, yəni birinciyə. Sonra A variantı A'nın B'dən fərqi ola bilməz. C variantı da bir dənə tapmışıq. D variantı da birləşmədən deyir 11, 20-ni çıxsan yerdə qalan cavabdır. Xeyr. Bir də deyir ki, A'nın kəsişməsi. A'nın kəsişməsi, bura baxıram. A'nın fərqi A ilə B'nin kəsişməsi. A ilə B'nin kəsişməsi buradır. Bəli. Buranın çıxanda yenə 5, 6, 7, 12 eləyəcək də. Deməli 1-ə düzdür. 1-ə həm getdi nə? B bəndi getdi, həm də Y bəndi getdi. İkincidə B ilə C'nin kəsişməsi. B ilə C'nin kəsişməsi həm B'də, həm C'də olanlardır. Gördüyünüz kimi şəkildə həm B'də, həm C'də olanlar 13 və 15'dir. Bura getdi C bəndi. Üçüncüsünə baxıram. A ilə C'nin birləşməsi. A ilə C'nin birləşməsi hamısını yazmalıyam. 5, 6, 7, 8, 9, 12, 15. Yəni, baxın, bütün A və C-ni tam götürsəz, ora yazmalıyıq. 13, 15, 16. Yəni A bəndində təsvir olunub. Bir də D bəndinə baxıram. Deyir ki, A ilə C-nin birləşməsi bütün birləşmədən 11, 20-ni çıxanda alınır. Bəli, əslində bunu şəkildə də sizə göstərə bilərəm. Baxın, deyir ki, 11 ilə 20-ni çıxsan, yerdə qalır A və C-nin birləşməsi. Düz deyir də. Deməli, bura həm də D bəndə gedəcək. Düzdür bu da. Yəni, bura D-də gedəcək. Deməli, 1-ə B-yə, 2-yə C, 3-ə A, D. Növbəti sualımıza baxırıq. Növbəti sualımız 30-cu sualdır. 30-cu sualda bizə verib M çoxluğu deyir 5 ilə 10 arasında. 5 ilə 10 arasında görürsünüzmü? 5 kiçikdir, N kiçikdir 10. Yəni, nə 5 daxildir, nə də 10 daxildir. Natural ədədlərdir. Yəni, olacaq 6, 7, 8, 9. N isə 6 ilə 12. 6 ilə 12 arasındakiləri da yazaq N-ə. Yəni, 7, 8, 9, 10, 11. Bunları deyir yazın. Natural ədədləri çoxluğu olarsa, Euler Venn diaqramında təsvir edin. Gəlin təsvir edək. Uşaqlar, əvvəlcə çalışın, kəsişməni yazaq.
Həmişə. Kəsişmə 7, 8, 9. Deməli siz onu ortada yazmalısınız. Çünki hər ikisində var. Həm M-də var, həm N-də var. Yalnız M-ə daxil olan 6-dır. Yalnız N-ə daxil olanlar isə 10 və 11-dir. Bu da tamamlandı. 31 də eynidir yazırsınız. 32-ci sual. Ədədi ortadır. Bizə deyir ki, bu Euler-Venn diaqramına əsasən A və B çoxluqlarını yazın. A çoxluğunu yazaq. A çoxluğu hansı olacaq? Sırayla düşsən 5, 11, 12, 19, 28. B çoxluğunu da yazaq. B çoxluğu isə olacaq 9, 8, 6, 9, 8, 17, 18, 12, 28. Bunları deyirdi bizə yazın. Biz də yazdıq. Sonra deyir ki, bunların birləşməsinin, birləşmə deyilsə təbii ki, eyni olanları bir dəfə toplayacaq. Yəni şəkildə gördüyümüz rəqəmləri toplayırıq. Onların ədədi ortasını tapırıq, toplayıb, yəni sayına böləcək. Yazıram 5, üstəgəl 11, üstəgəl 12, üstəgəl 19, üstəgəl 28. Geçdim yalnız B-də olanlara. 9, 6, 8, 18, 17. Sayaq görək neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənədir. İndi toplamağa çalışırıq. Baxaq, qısa yollarla istifadə edək. Deməli, bax, 12 ilə 18 elədi 30, 11 ilə də 19 elədi 30. Demək, yazaq 30, üstə gəlsin 30. Sonra nəyi toplaya bilərik? Daha qısa yollar varmı? Görək toplamaq üçün da belə toplayacağım məcbur. Baxın, burada 15, bu da 5, elədi bu 20. Yerdə qaldı bizim 28, 8, 17. 8 ilə 17-ni topladıq 25. 25 ilə də 28-i toplayırıq, edir 53. Bölürük 10-a. Deməli, 60, 80, 53, 133. 133-ü də bölürük 10-a. Cavab edir 13 tam onda 3. Yəni, ədədi ortadımız 13 tam onda 3-dür. Uşaqlar, görürsünüz, 12 ilə 28-i bir dəfə yazmaq lazımdır. Çünki orada A və B çoxluqlarının ədədi ortası demir. Deyir ki, birləşmənin. Birləşmə deyirsə, eyni element bir dəfə yazılmalıdır. Burada diqqətli olun. Aha, keçdik sonuncu sualımıza, yəni 34-cü sualımıza. 34-cü sualda deyir ki, 14 nəfərdən ibarət bir qrup tələbə əyləncə məqsədi ilə Luna Parka gedir. Deməli, 14 nəfərdir. Luna Parka gedir. Onların hər biri Luna Parkda ən çoxu 2 karuselə minir. Ən çox neçə karuselə minirlər? 2 karuselə. Aha. Bu karusellərin hər biri ödəniş 8 manatdır. Bu karusellərin hər biri üçün ödəniş 8 manatdır. İkinci karuseldən, yəni 2 karuseldən istifadə edənlərə isə ikinci karusel üçün ödəniş 25% endirim olacaq. Yəni bir karuselə minə 8 manat ödəyəcək. Deməli, ikinci karuselə minirəmsə, ikinci karuselimin qiyməti olacaq 8 manata 25% endirim. Yəni 8 çıxılsın, 8 vur 25 böl 100. Bu da eləyir 2 manat endirimdə, yəni 6 manat. Yəni ikinci karuselə minə 8 çıx, bir başa yazaq burada. 8 çıx 2 elədi 6 manat. İkinci karuselə minən ikinci karuselə 6 manat ödəyəcək, birinciyə də 8 manat ödəyəcək. Birinci karuselə 8 nəfər Euler-Venn diaqramı çəkirəm. İkinci karuselə 9 nəfər mindi. Hər tələbənin heç olmasa bir karuselə mindiyi məlumdursa, deməli birinci karusel, bu olsun birinci karusel. Buraya yazıram 8 nəfər. İkinci karuselə də yazıram 9 nəfər. Ümumi də 14 nəfərdən ibarət qrup idi. Bunların da hər biri deyirdi ki, ən çox 2 karuselə minib. Ona görə 14-də yazdıq bura. İndi biz kəsişməni tapacaq. 8 üstə gəlsin 9, çıxılsın 14, elədi 3. Deməli, 3 nəfər 2 dənə karuselə minib. Birinciyə də minib, ikinciyə də. 8 çıx 3, 4, 5 nəfər birinci karuselə minib, 9 çıx 3, 6 nəfər də ikinci karuselə minib. Deməli, bir-bir başlayırıq hesablamağa. Bu 5 nəfərlə 6 nəfər bir karuselə minib də. Birinci karuselə 5 nəfər, ikinci karuselə 6 nəfər. Yəni, bir dənə karuselə miniblər. Hər ikisinə miniblər ki. Deməli,
Belə hesablayacağım. 11 nəfər bir dənə karuselə mindiyinə görə 8 manatdan 88 manat pul elədi. 3 nəfər. 3 nəfər isə hər iki karuselə minib. Bu 3 nəfər birinci mindiyi karuselə 8 manat verib. İkinci dəfə minəndə 6 manat verib. Çünki artıq ikinci dəfə minəndə birinci karuselə minənin ikinci karuselə artıq iştirak edirsə endirimli idi axı. Ona görə birinci karuselinin qiymətini 8 manatdan hesabladım bu 3 nəfərin. İkinci karusel isə 6 manatdan. Bura elədi 24 manat, bura elədi 18 manat. Və sonda bu məbləğləri nə edirik? Toplayırıq. 88 üstə gəlsin 24, üstə gəl 18. Burada da deməli elədi bu 42. Onu da topladıq. Elədi nə? 130 manat. Deməli, biz Luna Parkda karusellər üçün ümumi xərclənilən məbləğin 130 manat olduğunu tapdıq. Bu qədər.